Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Sizin də vurğuladığınız kimi indiki dövrdə valideynlərin ən həssas nöqtələrindən biri məhz uşaqların hansı qida ilə təmin olunacağıdır və elə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı bir xəbərdarlıq ünvanladı və qeyd elədi ki, uşaqlarda botulizm hallarına, yəni bakteriyalar vasitəsilə ağır zəhərləmələrə səbəb ola biləcək qidalarla bağlı, qidaların istifadəsi ilə bağlı xəbərdarlıq ünvanladı və təbii ki, indiki məqamda bir sıra suallar yaranır. Uşaqlara qida alan zaman, uşaq qidalarından söhbət gedir. Onları alan zaman hansı məqamlara diqqət eləmək lazımdır, hansılarda zərərli maddələr ola bilər, hansıların tərkibində bu maddələr nisbətən daha azdır. Bununla bağlı informasiyanı əldə etmək üçün elə hazırda sağlam qida üzrə mütəxəssisimiz Məsləti Hüseynovaya müraciət edəcəyik. Xoş gördük Məsləti xanım. Təfərrüatları, suallarımıza cavabı sizdən eşidək. Təşəkkür edirəm aktual mövzunu işıqlandırdığınız üçün. Təbii ki, uşaqlar həssas yaş qrupuna aid olan yaşdandır. Ona görə mütləq şəkildə onlara qida alarkən birinci növbədə idxal olunan məhsuldursa, xarici ölkədən gəlibsə, dövlət nəzarətindən keçən yerlərindən, satış nöqtələrindən almaq məsləhətdir. Və burada da baxarkən mütləq onun üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olması, istehsal tarixi, son istifadə müddəti ilə yanaşı, həm də saxlama qaydası açıq göstərildiyi halda eyni şəraitdə də saxlanmalıdır. Və tərkibi ilə bağlı mütləq ətraflı məlumata baxılmalıdır. Əgər rəf ömrü uzun məhsuldursa, bu zaman onun tərkibində konservantlardan, digər kimyəvi maddələrdən daha çox istifadə olunduğu görünür ki, bu da allergiyaya meyilli olan uşaqlarda özünü daha çox biruzə verə bilər. Və mütləq şəkildə hər bir məhsulun keyfiyyət sertifikatının olmasına diqqət etsinlər. Bəzən olur ki, valideynlər məhsulları ya qiymətinə görə və yaxud da yerindən almaq üçün onlayn sifarişlər verirlər ki, ən çox yanlışı burada edirlər. Çünki onlayn sifariş verərkən bəzən fərdi şəkildə aldıqlarına görə bu dövlət nəzarətindən keçmir, hər hansı bir daşıma şirkəti tərəfindən çatdırılır və bu qidalarda temperatur rejiminə əməl olunmasa, dəyişiklik olsa, bu zaman onun tərkibində müəyyən dəyişikliklər olur. Xüsusilə də bəzi məhsullar var ki, onların tərkibində temperatur yuxarı olduqda daha çox mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır ki, bu da zəhərlənməyə, həzm sisteminin pozulmasına gətirib çıxara bilər. Məsləti xanım, bəs qiymətlə bağlı bir məqamı xüsusilə vurğuladınız. Ümumiyyətlə, valideynlər elə düşünürlər ki, qiyməti daha baha olan qidalar daha keyfiyyətlidir. Bu bir göstərici kimi sayıla bilər ümumiyyətlə? Ümumiyyətlə, deyərdim ki, qiymət hər zaman keyfiyyət göstəricisi deyil. Çünki bəzən olur ki, markalar və yaxud da brendlər elə bu marketinq hiləsi olaraq da qiyməti qaldırırlar. Birinci növbədə tərkibinə diqqət etsinlər. Tərkibin əsas maddəsi 70%-ə qədəri lazım olan maddədən olmalıdır. 30%-ə qədəri isə köməkçi maddələrdən olmalıdır və hər bir uşağa peşəkar mütəxəssis tərəfindən təyin olunan qidalar var ki, burada onların artıq fərdi xüsusiyyətləri, allergiyaya meyilli olub-olmaması və həzm sistemi nəzərə alınaraq təyin olunur ki, bunlara diqqət olunsa daha yaxşı olar. Teşekkür ederim. Çox son ətraflı informasiyaları biz və tamaşaçılarımızdan paylaşdığınız üçün elə bir daha deyim ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məhz bununla bağlı xəbərdarlıq ünvanladı ki, botulizm hallarına qarşı, yəni uşaqlarda zəhərli maddələrin, bakteriyaların uşaqlarda ağır zəhərləməyə səbəb ola biləcəyi ilə bağlı, istifadəsi ilə bağlı, bu cür qidalarla bağlı elə xəbərdarlıq ünvanladı. Məhz elə ekspertimizin dediyi məqamlara da diqqət edərək uşaqlarda indiki məqamda məhz qidadan onların əsas tələbatının hər hansı bir zəhərləmə halını keçməsinin qarşısını almaq mümkün ola bilər. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenə sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə, bu aktual məsələ ilə bağlı elə mütəxəssis rəyi də aldığın üçün